vermişik və sizləri görməkdən çox şadıq və günü-gündən işıqlanan Azərbaycanın rayonlarını görəndə daha da şad oluruq. İlk öncə biz Azərbaycanın himni ilə başlayaq, daha sonra şəhidlərimizin ruhunu yad edək, ondan sonra sizlərlə gözəl söhbətlər edəcəyik. İlk öncə Azərbaycan himni ilə başlayırıq. Əziz Ağcabədilər, hər zaman bilirsiniz, biz şəhidlərimizə, dövlət başçımıza borcluyuq, qazilərimizə borcluyuq və şəhidlərimizə ruhu bir dəqiqəlik sükutla yad edilsin. Məkanları cənnətli şəhidlərimizin hər zaman. Baxın, necə gözəl şəkildə yığışmışıq, toplaşmışıq, xoş günü qeyd edirik. Əslində biz azad yaşayırıq, firavan yaşayırıq, məsud yaşayırıq deyirik. Buna görə kimlərə borcluyuq? Baxın, Ağcabədi rayonundan neçə şəhid vermişsiniz. Hər birinin evində olmasaq da yavaş-yavaş gəzirik və sizin Ağcabədi şəhidi kəşfiyyatçı Mirağa Əliyevin evində də olduq. Azərbaycan xalqı hər zaman məğrur xalqdır və bizim cənab prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin siyasətinə gözəl bir rəng qataraq bizlərin arxasında dayandı. Sizlər də Azərbaycan xalqının qeyrətli ailələri, anaları, yetişdirdiyi qeyrətli igidləri ki var idi, onlar dedi biz varıq, torpaqlarımızı düşmən tapdağından azad edəcəyik dedilər və 30 ildən sonra 44 günlük vətən müharibəsi belə deyək, ömür oldu və 44 günlük vətən müharibəsi günündə Azərbaycan xalqı özünü tanıtdı düşmənə ki, biz yenilməz xalqıq, məğrur xalqıq. Dəyərli Ağcabədilər, bugün sizlərlə bərabər görüşə gəldik. Görürsünüz necə bir gözəl məkan var. Hansı ki, bu sahibkarlar sizlərin bax bu rayonun torpağında böyüdülər, sahibkar oldular. Sahibkarlarımızın adları Nazim bəy, Füzuli bəy, Həsən bəy, Cəlal bəydir. 4 qardaş çiyin-çiyinə verdi, belə bir gözəl məkanı yaratdı, adını da Ağcabədi Mol qoydu. Və sizlərin daha da alışverişini gözəl, səliqəli, zaman itirmədən
Hər bir şeyi bir arada tapa bilməyiniz üçün bu məkan yarandı. Təbii ki, bu məkan 8 il öncə də yaranmışdı. Amma sizlərin belə deyə istifadəsinə daha da yeni fəaliyyətlə başladılar. Hansı ki, may ayından təmirə dayandı. Bugün o gündür ki, biz açılışa gəldik. Amma biz tək gəlməmişik. Sizlərin sevimlisi bir soruşduq ki, belə deyə Ağcabədi xalqı hansı, sakinlər hansı müğənnini daha çox sevirlər? Biz eşitdik ki, siz dəyərli müğənni Vəfa Şərifovanı daha çox sevirsiniz. Bəli, birazdan Vəfa Şərifova bizlərlə bərabər olacaq. Gəlin özümüzü bir alqışlayaq. Necə güzel bir mənzərədir ki, yol kənarında olan bir Ağcabədi molun açılışında iştirak edirsiniz və buradan keçən maşınlar hər biri dayanır, bizləri izləyir, bu gözəlliyi izləyir, bu sevgidir və mən Ağcabədi molun içərisində gəzəndə orada xüsusi diqqətim çəkdi ki, bu sahibkarlar bizim şəhidlərimizi unutmayıblar, gülşələrini yaradıblar. Bax, vətənpərvər olmaq bu hisslərdən başlayır. Biz istəyirik ki, bu günlərim sizin, hansı ki, Ağcabədi rayonunun sahibkarlarından 4 qardaşdan ən azı ikisinə söz verək. Çünki onlar ağsaqqaldılar, hər zaman xalqın elin yanında olan bir qardaşlardır, belə deyək. Sözü verək Nazim bəyə, Füzuli bəyə, onlara bir xeyir dua verək ki, sizlər üçün belə bir gözəl mərkəzi yaratdı ki, daha da sizin alışverişiniz asanlaşsın. Və mən qiymətlərə nəzər yetirdim içəridə olarkən. Həqiqətən Bakıdan belə fərqli qiymətlər var. Uğur olsun, təbrik edirik, düşərli olsun, ruziniz bol olsun. Sizə eşidək. Dəyərli və hörmətli Ağcabədi mol müştəriləri, xoş gəldiniz. Sizi və özünüzü təbrik edirik. Sizi biz təbrik edirik ki, siz öz rayonunuzun, belə deyək, sakinlərinə daha da asan alışveriş olan bir mərkəz yaratmışsınız və burada kişi-qadın geyimləri xüsusi nəzərimdən qaçmadı. Biz Bakıda içəri girər-girməz Bakıdakı qiymətlərlə buranı müqayisə edəndə həqiqətən ən azı 10 manat fərq etdiyini gördük. Sizi eşidək, buyurun. Hər birinizi salamlayıram. Əziz qonaqlar, hər birinizi salamlayıram. Bu gözəl gündə yanımızda olduğunuz üçün təşəkkür edirik. İnşallah bərəkətli uğurlu olsun. Hər biriniz xoş gəlmişsiniz. Bu günlərim nəzərimizdən qaçmayıb və bu 4 qardaşdan bir sahibkarın, hansı ki Cəlal bəyin ad günüdür. Cəlal bəy, ad günü münasibətilə ad günü münasibətilə sizi təbrik edirik. Hər zaman uğurlu olasınız. Və mən Əfsanə Famil qızı, ehtiyatda olan hərbiçi, jurnalist, teleekspert, ictimai xadim, aktualxəbər.az informasiya portalının rəhbəri. Hər zaman xalqın, millətin yanında olan bir vətənpərvər xanımam. Özümə borc bilirəm, şəhid qazi ailələrinin hər zaman yanında olmuşam. Nərimanov rayon üzrə 44 Milli Qəhrəmanlar Təşkilatının şəhid ailələri iş şöbəsinin rəhbəri olaraq, Yasamal rayonunda 44 günlük vətən müharibəsi şəhid qazi ailələrinin sosial komissiyonun sədri olaraq hər zaman borcumuzdur ki 7-24 şəhid qazi ailələrinin xidmətində dayanaq. İnanıram ki, burada da şəhid qazi ailələri iştirak edir. Hər birinizin qarşısında baş əyirəm. Allah sizlərə can sağlığı versin. Mən istəyirəm ki, Vəfa xanım yavaş-yavaş yaxınlaşır. Birazdan onu səhnədə görəcəksiniz və aktual xəbərin müxbiri Aysil xanım da sizi salamlasın. Daha sonra keçək dəyərli müğənnimizin təqdimatına. Çox sağ olun Əfsanə xanım. Mən eşitdiyimə görə Ağcabədilər qonaqpərvərdirlər və düşünürəm ki, buna sizin bizi necə qarşılamanız həqiqətən buna sübutdur. Biz sizi çox sevirik və düşünürük ki, bu axırıncı yox, axarıncı olar. Təbrik edirəm, bir daha uzunlu, bərəkətli olsun. Çox sağ olun Nazim bəy. Biz sizi Bakıda görüşmüşdük. Çox qonaqpərvər insansınız, hətta bizi qonaq da etmişdi. Həsən bəy,
Zəhmət olmazsa buyurun, siz də öz danışmaq istəmirsiniz. Artıq sizin qardaşlarımız, 4 qardaş bir-birinizə xeyir duanızı vermişsiniz ki, bu gözəl Ağcabədin o yarandı və xidmətdədir. Dəyərli qonaqlar, dəyərli Ağcabədinin gözəl sakinləri, müğənnimizi təqdim edəkmi? Gözləyirsiniz səbirsiz. Bəlkə bərabər çağıraq onu. Vəfa Şərifova gələcək. Hər zaman bütün Azərbaycanın hüdudlarından da kənarda sevilən bir xanımdır. Gözəl ifalarıyla sizlərə qonaq gəlib bu günləri. Çalaqmı Vəfa xanıma? ifaları və onu izləyən izləyicilərin sevgisidir. Teşekkür ederim. Bəli, hoş geldiniz. Sizleri. İlk önce diyelim hayırlı uğurlu olsun, ruzili bereketli olsun bu güzel mekanımız. Ağcabədidə mən həmişə sevgi görmüşəm, diqqət görmüşəm. Hər birinizə çox təşəkkür edirəm. Devam edirik, daha bir sevilən gözəl nəğməm gəlsin sizlər üçün. Xahiş edirəm, səhnəmiz qırılar. Sizinlə gələn şükür.
şükür, seni verene min şükür. Kız ne kadar yaşaysan, seni verene min şükür. Min şükür, seni verene min şükür. Kız ele bir meleksen, seni verene min şükür. Güzellerin bağlısan, herkesin hayalısın. Güzellerin bağlısan, herkesin hayalısın. Haradın maralısın, haradın maralısın. Min şükür, seni verene min şükür. Kız ne kadar geçeysen, seni verene min şükür. Min şükür, seni verene min şükür. Kız ne kadar geçeysen, seni verene min şükür. Min şükür, seni verene min şükür. Kız ele bir meleksen, seni verene min şükür. Yarısı tanım çoktu, sende vefa yoktu. Gelme geliyor, benden uzaktaydın. Canımı sen aldın, hiç adımı saldın. Yarısı tenkar. Gözlerine ağlar boyan hasretin. Kimden beter senin muhabbetin. Beni ama kalbi özlesin seni sana. Ömrüm yok senin emanetin. Beni ama kalbi özlesin seni sana. Ömrüm yok senin emanetin. Gemzelerin oldu, yar sitenin çoktu. Sende vefa yoktu, rahme geliyor. Yarısı tenkar. Gemzelerin oldu, yar sitenin çoktu. Sende vefa yoktu, rahme geliyor. Benden uzaktaydım, canımı sen aldın. Hiç adımı saldın, yarısı tenkar. Ay teşekkür ederim hepinize. Yandırın. Patlat.